beraber Minecraft oynuyoruz. Bəli, neçə vaxtdır ki Minecraft videosu əslində dünənlərə gəldi də nəysə. Bir də ki maska taxmışam mən də özümə, bir dəqiqə çıxartım. İndi dostlar bizim seriyi çoxlu gəlişdirdim dostlar. Belə modlar, zadlar əklədim, zad elədim, mod elədim. Nəysə, indi yavaşdan videomuza keçək. Bir də ki qılıncım nətərdir. Nəysə, videomuza keçək. Dostlar, indi gedək yavaşdan, mən bir yatım. Dostlar, bu adayı bir də ki çox gəlişdirdim. Ada deyil daha doğrusu. Serimizi. Baxın, çox gəlişdirdim. Ağaclar artıq var. Sonra isə kamp yerləri, ejderha həkimi, mutlaq astar, zadlar, ağaclar, nether portalı, sonra havuz, mavuz, sonra həbsxana, türmə. Məncə buraya hələlik girməyək. Sonra TNT modu da burada da var. Burada yarış yeri var. Sonra burada da serimizin adı burada yazır. Burada belə. Nəysə. İndi bu günlər dostlar gedəcəyik. Məncə biraz harasanı zadlar gəzək. Qılınc modunu da əklədiyimiz yaxşı oldu. Yəni o birisi qılınclar çox sadə idi həm. O nə idi elə? Sapsadə qılınclar. Bir dəqiqə. Dişsizimizi götürək. Səhvliklə vurduq dişsizimizə. Nəysə dostlar. İndi də gedək yavaşdan. Uçuş. Dostlar indi. Dostlar. İndi gedək. Dostlar, bizim envanterimiz də çox doluymuş ha. Gedək envanterimizi boşaldaq. Evdə orada işlərim var, amma ondan əvvəl bir şey yerə qurulacağım. Baxaq. Nə eləyəcəm? Dişsizə bir dənə dost eləyəcəm. Dost qoyacam. Belə dostlaşdıracam başqa bir ejderha ilə. Bir də ki, buraya da fərqli bir yer eləyəcəm. Yəni, buraya da fərqli bir şəhər eləyəcəm. İndi gedək. Düşək dostlar. Buraya bloğumuzu qoyduq muydu? Buraya gələcək, buraya qurulacaq. Nə eləyəcəkdim? Mənim bir-iki şeyə yoxlamalıyam. Birincisi dişsizin evini kopyalamaq istəyirəm. Biraz hər tərəfindən baxım görüm nətər eləmişəm. Sonra isə gedim orada da təkrarlayım. Bir də ki dostlar, nə deyirdilər? Bir də həstəxana zaddır, oraları kopyalamaq istəyirəm. Yəni oradan o birisi eləyəcəyimiz şəhərə quraşdıraram. Enerjisi bitdi. Tamamdır. Bu niyə qəlbi 2-dir? Aha, 5-ci səviyyə oldu da bu niyə qəlbi 2-dir? Dişsiz. Oturdur. Nədir 2-dir? Eybi yox. 2 qat gedib. Nəysə. Biz bu qədər uzağa getmişdik heç. Nəysə. Amma nə vaxt çatacaq heç bilinmir. Get çatmadıq. Bu nəymiş belə? Bu qədər mi uzağa getmişdim? Heç yadıma düşmür. Neyse, yola devam.
Dostlar, ola bilənməz. Mən bu qədər uzağa getməmişəm axı. Olanmaz. Bir dəqiqə. Yox, şaka. Zarafat edirsən. Bu qədər uzağa getməmişəm. Neyse, mən də yürüyərək geri qalan biraz gedim. Olmazsa tayına varacağım. Biraz aşağıdan gedək. Bəlkə heylə taparıq rahat. Öyle de tapılmıram. Yok dostlar. Oğlum, tapamadım. Ben çok kadar uzağa gitmiş olanmaram mən. Yok Tayber. Ben de sizi bilmem, burada 30'luyum. İndi survival moduna keçinmir dostlar mən. Bağa görə kino, bağa görə hardaymışam mən. Ejderhaya saldıracağım. Dişsizmin istemiyorum hasar almasını, ama mecburi partlatacağım. Şans bloğudur. Şans bloğundan eşine olmaz. Buraya TNT yazın. Aha, ejderha geldi. Ejderha. Dişsiz orada yatır. Ejderhaya vurun. Gel vur. Vurmadı. Neyse. TNT. Evet. Bir dakika. Ben hayatta kalmaya almışım. Çok garip şeyler olmaya başladı da. Neyse. Dur, dişsiz gitti. Bunlar nedir? Neyse. Devam edeyik yolumuza. Belki çatarız. Akşam da oldu ya biz çatana kimi. Aşağılardan biraz gidelim yani yaşlı. Uca ben oraya çatana kadar 6 level oldu bu. Dişsiz. Deməli, bax görək. Biz çatan biləcəkmi, çatamayacaqmı? Gecə görüşü götürmən yaşlı dostlar. Ya bu belə tapılmaz. Ya qapqaranlıqda. İkisi. Buradan gecə görüşü 8 dəqiqəlik. Səni bir ataq. Nasıl? İndi gedək, baxaq görək. Neler olacak, neler olmayacak. Biz ya çok uzaklaşmışıq, ya da itirdik yol. Bir de başımıza bu geldi. Olmaz, tapanlarız.
Burada belə ejderha da var. Hatta da yoksa itirdik yolu. Dostlar, yolu itirdik deyəsən ki biz. Bu defamız sürətli uçuruq. Böyle bir şekilde. Dostlar, tabi bayaqdandır gedirəm. Nədənsə səviyyəsi də düşdü. Sizin deyəcəkdim ki, o qədər. Nəsə bağa girdim. Səviyyəsi düşdü deyəcəkdim ki, gəldik. Şükür Allah'a, gəldik. Geldik. Zarafat edirsən mənimlə. Dəqiqə. Bir dənə buranın halını bilen baxmalıyım. Tez baxmalıyım. Allah, səhvliklə mən də bir dənə attım. Dəqiqə. Düş bundan. Bir dəqiqə. Şöyle de yoktu. Spitçinin köyüde kalmış. Ama buranın halı nedir? Dişsizin evinde sağ kalban mı? Gitti bitti kül oldu ya bütün her şey. Dişsiz. Gel. Otur. Sen bir. Dede, dede, her şey niye böyle oldu? Ne bak böyle oldu? Hatta bu golemin de ne işi var hep burada? Buradan. Dişsiz təzədə bir dənə dura bilərsən. Bəlkə bir səhvlik olub. Tamam. İndi gözlərimi təzədən bağlayacağım. O da nə əlaqə? Bir dəqiqə, bu dəmir golemlər hətta nə əlaqə? Bunlar niyə buradadır? Sən otursan indi saldırarsan. İndi level'ın da bug oldu deyə düşdü deyə canım da azalıbdı. Köhnə canım gedibdi. Tamam, ben bunları bir halledeyim. Bunu da halledeyim. Dəqiqə dostlar, indi bu dəqiqə ətrafda golem görmək istəmirəm. Ətrafda golem görmək istəmirəm. Sen de bir git. Şükür. Siz bir tane dur. Ya son bir dəfə daha baxacağım. Adamımızın halı, sərimizin halı. Həqiqətən yox. Həqiqətən də şaşqınım. Gəl. Sən otur. Və gəlmirəm. Dişsizdən düşmək istəyirəm artıq. Bir mutlu qazıda binəcəm. Üstündə dayanmaq istəyirəm. Всё. Bir mutlu qazının üstündə buraya baxmaq istəyirəm. Həqiqətən getdi, bitdi. Həqiqətən də getdi, bitdi. Hani bir aşağı indirə. Dersən. Ondan sözüm tullanaram daha çox yer. Dişsiz gəbra. Tez ol. Tez ol. Bir şeye baxacağım. Bəs mən bir dənə qılınc şey eləmişdim. Orası da mı gedibdi? Məsələn.
Bunlar zatlar kamp yerləri. Bu ev zat sağlamdır. Dəqiqə, burası da sağlamdır. Həqqi sağlamdır bura. 30 min buna. Siz bəs uç görüm. Uç. Bəs bu evin içinə nəsə zad olub. Sizin evi də gelib. Yox, evin içinə heç nə olmayıb. Amma tək problem var. Mən bunu indi köhnə halına gətirə bilərmiyəm mən bu şəhərdə. Oyun da donmaya başlayır. Niyə heç bilmirəm. Vallahi oyun çöktü dostlar bayaqlarda. Sonra nə bilim TNT modu zadı getdi. Oyun çöktü, TNT modu getdi. Saat. Bəs bir dəqiqə. Nether köhnə halındadır. Mən bir dəfə Nether'da o TNT'lərlə partlatmışdım Nether'ı. Belə yoxlamaq üçün də. Sən burada qal. Misal üçün hovuz zatda əslində ağlıma qəşəng bir fikir gəldi. Madəm bu şəhər köhnə halını gətirə bilənməli, madəm mən də buradan köçmək istəmirəm. Hə, baxın. Köhnə halına gəl. Və bunlar bazalt daşları əslində şey olması lazım idi. Baba neysə. Dostlar, əslində qəşəng bir planım var. Ağlımda bir şey var. Madəm o yerdən köçmək istəmirik, bu şəhərdən, fərqli bir yerə qurulmaq istəmirik, onda niyə Nether'a qurulmuruq? Həm eyni yer, həm bu şəhərimizin başqa bir boyutudur orası da. Niyə istəməyiz ki? Həqqi dostlar, eləyə bilərik əslində belə. Amma Nether'da da olmaz axı. Nether'da alınmaz. Yaxşı, onu bunu başa düşdüm. Bir dənə gedəm. Təzədən Nether'a getmək istəyirəm. Gedək. Açılsın Nether. Açıl. Dişsiz də gəl. Yox, yox. Bismillah. Bir can gedib. Hə. Nether'da ağac yetişdirə bilərmiyik səncə? Amma tək bir problem var ki, burada su yoxdur, lava var. Bizə su da qoyacaqdı, yəni bizə su da lazımdır, su qaynağı kimi nəsə. Bir də dostlar, əslində mən biraz videonu dayandırıb fikirləşdim. Dedim ki, əslində niyə olmasın? Hətta bir dəqiqə dostlar, setimizi də geyinək. Gec seti geyinim mən bir setimizi. Madəm dostlar, buradan qurulub köçmək istəmirik və ancaq dünyada eləyirik bunlar belə şeyləri. Səri kimi şeyləri. Madəm survival'da eləyənmərəm, onda niyə kreativdə bir dəfə də olsun? Niyə eləmirəm? Kreativdə bir dəfə də. Nedir səri? Hətta da heç nə görəmirəm. Biz lavanın içindəyik. Bir dəqiqə. Uçub bir çıxmaq istəyirəm mən. Lavanın içində mən nətər dayanır bu ejderha. Neysə, mən bir portalı təzədən bir tapım.
Nether portal. Aslında olar. Mənə görə. Yəni, həmişə elə belə eləyirəm. Nether'da eləmirəm. Onda bir dəfə də fərqlilik olsun. Gəlin. Mən bir Nether portalını tapa bilsəm. Təbii. Dünyaya getirib bir şey yoxlamalıyım. Neysə. Bir yerə yerləşə artıq. Təzədən enerjisi bitdi. Təzədən bunun enerjisi bitdi. Şimdi gəlin buraya yavaşdan gələk. Həmişə də dünyada eləyirik. Bu dəfə də Nether'da niyə eləməyək? Dostlar. Nether'da niyə eləməyək? Dostlar, deməli mən biraz daha videonu dayandırıb fikirləşdim. Dedim ki, artıq fərqlilik olsun. Niyə biz bir dəfədə olsun Nether'da səri eləmirik? Məncə bu fikir biraz mənə məntiqli gəldi. Həm də köçmək də istəmirəm başqa bir yerə. Ona görə bu fikir mənə məntiqli gəldiyi üçün Nether'a qurulacağıq artıq. Amma məncə sərimizə bir ad qoyaq. Mən o şeydi, orada yazılan şeydi. O bayaq videonun başında göstərdiyim yazıydı. Sərinin adı. Amma artıq sərimizin adı düzəməli bir ad qoymaq vaxtı gəldi. Nether qoyaq. Nether diyarı. Qəşəng fikir. Yəni bir dəqiqə dostlar. Buna mən 1 qram qoyum. Bura gəlirəm. Başqa bir də ki, bu yaşıl bloklardan da var belə. İndi kəmik tozunu alıram. Ağac əkməyə çalışacağım. Misal üçün bu. Allah. Ne oldu baya? Ne oluyor? Ağaç da yetiştirebildiğimize göre artık Nether'a qurulur o. Dostlar, bu video hoşunuza geldiyse abone like atmayı yaddan çıxartmayın. Abone like atıp çok sevinərəm. Sağ olun.